İstanbula gedirik birinci gün. Saat 7:20 uçuşu ilə Azal bizi İstanbula apardı. Hündürlük qorxumu və ilk uçuşum olduğunu nəzərə alaraq biraz qorxurdum, narahat idim, amma heç də qorxduğum kimi olmadı. Uçuş rahat keçdi. Təyyarədəki yeməklər də gözlədiyimizdən qat-qat yaxşı idi. Xüsusilə səhər uçuşu üçün çox yaxşı hazırlanmışdı. Bu arada biz uçuşdan öncə menyudan yemək seçimimizi etdiyimiz üçün standart yeməkdən yemədik. Bir də bizə əvvəlcədən pəncərə kənarı üçün əlavə ödəniş etməyə dəyməz demişdilər və şans əsəri elə pəncərə kənarına düşdük. Və təbii ki, hər şey belə rahat və uğurlu keçmədi. Təyyarədən enəndən sonra hadisələr başladı. Hansı ki, biz o hadisələrə gecədən zaten hazırlıqlı idik. Çünki tur şirkəti tərəfindən bir balaca aldadılmışdıq. Uçuşa bir gün qala tur şirkəti gecə xəbər verdi ki, güya seçdiyimiz oteldə isti su problemi var və bizi başqa otelə transfer ediblər. Otel ilə əlaqə saxlayıb yalan olduğunu öyrəndik. Transfer olunduğumuz oteli maraqlananda gördük ki, seçdiyimiz oteldən qat-qat ucuz və mənfi rəylərlə dolu bir yerdir. İmtina etsək də, gedin baxın, bəyənməsəniz dəyişərik dedilər. Hava soyuq, yağışlı, əlimizdə çamadanlarla bir oteldən digərinə keçirdik. İlk otelə transfer apardı. Təbii ki, bəyənmədik. Sonra başqa bir transfer gəldi, digər otelə getdik. Artıq 3-cü və 4-cü otelə nə səbir qalmışdı, nə də əsəb. Transfer gözləmədən piyada getdik. Ən maraqlısı isə odur ki, sonradan tur rəhbərlərinin bunu bir çox insana etdiyini öyrəndik. Yəni, bəzi tur şirkətləri ödəniş alarkən seçdiyin otelin pulunu tələb edirlər, amma uçuşa bir gün qala müxtəlif bəhanələrlə başqa, daha ucuz otelə yönləndirirlər. Üstəlik bunu son anda edirlər ki, insan artıq bileti, planı, hər şey hazır olduğu üçün məcbur qalıb qəbul etsin. Təəssüf ki, bir çox insan da yorğunluqdan və çıxış yolu görmədiyi üçün razılaşır. Nəysə, sonda 5-ci oteldə qalmalı olduq. Açığı yenə tam ürəyimizdə deyildi, amma otel sahibinin Azərbaycanlı olması və bacardıqca bizə kömək etməsi bütün yorğunluğun içində ən yaxşı hiss idi. Elə çamadanları qoyan kimi birbaşa isti çay içdik ki, heç olmasa biraz özümüzə gələrik. Bu arada yağış demək olar ki, dayanmırdı. Biraz toparlanandan sonra axşama yaxın küçələrə çıxdıq. Həm gəzdik, həm də yemək axtardıq. Axşam yeməyimizi elə orada yeyib şəhəri gəzməyə çıxdıq. Oteldən çox uzaqlaşmadan, biraz yaxınlıqda olan şirniyyat və digər mağazaları gəzdikdən sonra son olaraq otelə də yaxın olan Sultan Fatih Camisini ziyarət edib otelə döndük və birinci günümüzü belə bağladıq. Birinci günümüzün çox hissəsi otel axtarmağa getdiyi üçün çox da maraqlı gün keçirtmədi, amma digər günləri yetərincə istifadə etmişik. İlk vloquma dəstək olarsanız digər videoları da həvəslə editləyib paylaşaram. Çox sağ olun, gününüz uğurlu olsun.